hissəsidir. Bundan əlavə olaraq da laboratoriyalar olan hissəsi var. 90 stasyonun 1500-dən artıq çox yatağı və 35 poliklinikası var. Şəkildə göründüyü kimi, mənim mouse'um görsənir yəqin ki. Bəli, görsənir. Bura sadəcə universitetin, belə deyək də, bu zonası, sırf bu tibbi müalicələr, universitet bu hissədə yerləşir, morq bu hissədəydi, indiyə kimi yadımdadır, orada tədqiqatlar eləyirdik. Burada görsənməyən bir hissə var, o arxa gedir və buralardır. Buralar hamısı, bu hardasa 1-2 hektarda sadəcə sırf laboratoriyalardır. Yəni ki, elmi işlər görülməsi üçün, tədqiqatlar, hər hansı bir yeni bir kəşflərin olunması üçün böyük bir laboratoriyalar yerləşirlər. Birinci növbədə başlayaq mövzumuzdan və əsas məsələ nədir? Xəstə daxil oldu. Təsəvvür edin ki, siz xəstəni qəbul edirsiniz. Anamnez, yəni xəstənin adı, soyadı, hansı dərmanları qəbul edir, hansı bir allergiyası varmı və ən əsasdakı infeksiya xəstəlikləri varmı? Xəstə burada artıq tarixi və imzanı atdığı andan etibarən, Azərbaycanda da bu belədir, həkimlə, Almaniyada da belədir, həkimlə pasiyent arasında müqavilə bağlanır. Yəni, xəstə yazdığı hər bir şeyin doğruluğunu burada imzası ilə təsdiqləyir və ilk növbədə həkimlə pasiyent arasında etibar müqaviləsi deyirlər burada. Çalışdım hərfi tərcümə edeyim. O müqavilə bağlanır. Təəssüf ki, burada bir şey deyim ki, bəzən olur ki, bizdə də belə bir şeylər olur. Xəstələr ya utancındanmı, ya çəkingenliyindənmi bu hepatit və infeksiya xəstəliklərini qeyd eləmirlər. Almaniyada biraz bu çox ciddidir. Əgər hər hansı bir həkim özünü bununla bağlı, mən növbəti slaydlarda deyəcəm bunu, zədələyərsə və yaxud da hepatit tutarsa, məcburdur ki, həmin günü və olan xəstələrin hamısından qan alınsın və əgər xəstə onu qeyd eləməyibsə, hətta məhkəməyə cəlb oluna bilər. Dərmanlar, xəstənin qəbul elədiyi dərmanlar, yəni bunların içərisində ən əsas vacibləri təzyiq dərmanlarıdır, antidepressiv dərmanlardır. Antikoagulasyon dərmanlar, yəni kardiologiyada istifadə olunan qan durulducu dərmanlar nəzərdə tutulur. Bir də ki, xərçəng xəstələrində kimya, şua, immunsüpressiv və bisfosfonat terapiyaları. Bu bisfosfonat terapiyası çox yeni bir terapiyadır. Allah bütün xərçəng xəstələri olanlarımızın hamısına can sağlığı versin, qorusun. Azərbaycanda təəssüf ki, bu çox yeni bir, belə deyim, bazara gələn məhsuldur və hal-hazırda mən səhv eləmirəmsə, üstünə professor Çingiz Əhmədbəyli ilə, yəqin ki, çoxun Əhmədbəyli deyirəm, soy ismini unuttum, Çingiz müəllim. Onunla 2 il bundan əvvəl, 2 il yoxsa 3 il əvvəl biz görüşümüz olmuşdu. Orada dedi ki, bu dərmanlar hal-hazırda yavaş-yavaş Azərbaycana gəlirlər. Sümük toxmasını bərpa eləmək üçün sümük metastazlarında istifadə olunan preparatdır. Allergiya çox önəmlidir və biz, mənim öz ixtisasımda, stomatoloqlar və cərrahların ixtisasında, çənə yaralarının ixtisasında tez-tez rast gəlinməyən və çox səmimi deyim ki, heç bir kollegaya bunu arzulamaram ki, hər hansısa bir xəstə normal şoklardan, allergiyalardan söhbət getmir, anafilaktik şokdan söhbət gedir. Çünki anafilaktik şok həqiqətən də təcrübə tələb edir və yəqin ki, eşitmişsiniz, tez bir zamanda reaksiya vermədiyi zaman həkim, xəstə çox qısa bir dəqiqələrin içərisində dünyasını dəyişə bilər. Bunun üçün də ən əsası preoperativ, yəni xəstə gəldi, oturdu sizin müalicə edəcəyiniz stula və ya stola, soruşacağınız şey anamnez, yəni anamnez. Xəstənin nəyi var? Ümumiyyətlə, stomatoloji iynə vurulubmu? Hər hansısa bir keydici iynələr vurulubmu? Bunları soruşmaq çox önəmlidir. Xəstəyə tutalım ki, buna baxmayaraq, deyir ki, mənim heç bir allergiyam yoxdur və siz dərman verdiniz, yerli anesteziya. Xəstədə ilk olaraq baxmaq lazımdır ki, nə müşahidə olunur.
şişkinlik, qızartı, ürək bulanma, qızdırma çox nadir hallarda olur. Əgər bunlar olursa, artıq bu allergiyanın göstəricilərindən biridir. Allergiya da özü bir neçə növlərə bölünür. Mən sizə deyim ki, təəssüf ki, bu e, bölünmə, bu təsnifat Almaniyanın təsnifatıdır. E, Çox üzr istəyirəm, Azərbaycanın yəqin ki, eyni təsnifat olar. Yəni, mən burada hər hansısa bir dəyişiklik olacağına inanmıram. Birinci növbədə lokal dəri reaksiyası. Yəni, hər hansısa bir belə deyim də, bəzən olur, eşitmişsiniz bəlkə, xəstənin qaşınmaları olur və yaxud da xəstələrdə qarın nahiyəsində, antibiotik qəbul edəndə, qarın nahiyəsində, üz nahiyəsində şişkinliklər olur. Burada sadəcə dərmanı kəsmək lazımdır müalicə olaraq. Yüngül allergiya reaksiyası nə deməkdir? Yüngül allergiya reaksiyasında bu dəri reaksiyalardır yenə də. Buna əlavə olaraq baş ağrıları da və stresli xəstə artıq belə özünə yer tapa bilmir də, belə deyim. Stresli olur, həyəcanlı olur. İlk növbədə nə etmək lazımdır? Təzyiqi yoxlamaq lazımdır. Lazım olduqda ayaqları yuxarı qaldırmaq. Xəstənin bəzən allergiyadan, bu bəzən xəstənin huşunu itirməsi ilə də belə deyim, müqayisə olunur və yaxud da diferensial diaqnoz olunur. Amma xəstənin huşunun itirməsinin başqa səbəbləri olur. Adətən stressdən, əgər xəstə gəlibsə, sizlə sadəcə söhbət edirsə, birdən-birə huşunu itirdisə, bu onda onun stressdən təzyiqinin birdən-birə aşağı düşməsidir. Amma allergik hallarda isə iynə vurduqdan sonra hər hansısa bir reaksiya baş verirsə, dediyim kimi, ayaqlarını yuxarı qaldırıb, alın nahiyəsinə yaş dəsmal və yaxud da salfetka qoymaq lazımdır. Tibb bacısı otaqdadırsa, mütləq tibb bacısı həkimə bu haqda məlumat verməlidir və xəstəni də yalnız buraxmaq olmaz. Orta allergiya formalarında qan təzyiqi də dəyişiklik olur. Dediyim kimi, bundan əvvəlkində də əslində cüzülər dəyişiklik müşahidə edilir. Necə? Qan təzyiqində yüngül düşüşlər ola bilər. Hava çatışmamazlığı ola bilər. Onun üçün də pəncərəni açmaq lazımdır və digər yuxarıda göstərdiyim yüngül allergiyada olan bütün prosedurları yenə də yerinə yetirmək lazımdır. Ağır hal artıq şok halıdır. Bu zaman xəstənin ağciyərlərində, bronxlarında spazmlar əmələ gəlir və xəstə tez-tez təngi nəfəs olur və huşunu itirir. Yuxarıda göstərilən bütün hamısını tez bir şəkildə yerinə yetirmək lazımdır və mümkün qədər həkim əlinə qədər həkimi çağırıb, bizi məsələn klinikada və yaxud da bu xəstəxanada belə bir təcili hal olanda bütün tibb bacılarının və həkimlərin hamısının bir yerdə istifadə elədiyi bir sirli söz var. Çamadan deyirik biz. Ki, digər xəstələr normal otaqda, gözləmə otaqlarında, koridorlarda olan xəstələr stresə düşməsinlər. Çamadan deyəndə bilinir ki, artıq təcili bir vəziyyətdir. Tez həkim gəlir və bir tibbi bir qutumuz var, çamadanımız var, belə deyim. Onu gəlib. Yaxşı olar ki, tibb bacısı artıq intravenoza, yəni butterfly-ı qoysun, venaya düşsün. Yox olmursa, təbii ki, həkim gələn kimi birinci növbədə adrenalin verməlidir. Adrenalin artıq, yenə deyirəm, bu həkimin təcrübəlindən çox asılıdır. Əgər xəstə artıq şoka düşürsə və halı pisləşirsə, xəstə özünə gəlmirsə, mütləq şəkildə ringerlər verilməlidir. Yəni ki, Azərbaycanda sistem deyirlər buna, ringerlər verilməlidir, natriklor verilə bilər. Xəstə özünü haradasa bir 15-20 saniyə içərisində özünə gəlmirsə artıq, mütləq şəkildə adrenalin verilməlidir. Və adrenalin veriləndən sonra yenə də gözlənilir bir 20 saniyə. Xəstə yenə də özünə gəlmirsə və həmin o 20 saniyədə həkim gözləmir və digər preparatlar artıq iynəyə çəkir. Artıq qlikokortikoid, yəni ki, hormonal preparatlar hazırlanmalıdır. Antihistamin qrupları, yəni antiallergik olan dərmanlar artıq hazırlanmalıdır. Əgər bu da xəstəyə kömək eləmirsə, ya bu çox nadir hallarda olan bir şeydir və artıq bizim elədiyimiz müalicələr heç bir effekt göstərmirsə, mütləq şəkildə xəstəni artıq reanimasiya eləmək lazımdır.
Reanimasiyada yəqin ki, universitetdə də keçilir və yaxud da hər hansısa bir seminarlarda iştirak edəndə görmüsünüz. Xəstəni ürək masajı ilə reanimasiya eləyib və süni nəfəs vermək lazımdır. Süni nəfəs verilməsi üçün də ən gözəli hazır belə boytullar olur. Embo boytul deyirlər onlara. Bəlkə anestezistlərində görmüsünüz. Sadəcə olaraq özünün maskası var. Xəstənin artıq qida borusuna və yaxud da burnundan hər hansı bir havanı verməyə ehtiyac yoxdur. Maskanı qoyursunuz və onu sıxmaqla xəstəyə avtomatik hava verilir. Və bununla da paralel bu işlər görüləndə mütləq şəkildə digər tibb bacısı və yaxud da ki, resepsiyonda oturan tibb bacısı təcili yardıma müraciət eləməlidir. İstəyirəm. Deyək ki, xəstə bizim müalicəmiz dövründə heç bir problemi çıxmadı və rahat şəkildə müalicəni yerinə yetirdikdən sonra xəstəni evə göndərdik. Amma telefonla əlaqə saxladı ki, doktor mənim hər hansısa bir, məsələn, üzümdə şişkinlik başlayıb, ürək bulanmalarım, özümü çox zəif hiss edirəm. Bu adətən antibiotiklərin allergiyasından və yaxud da ki, verilən dərmanın allergiyasındandır. Burada yerli anesteziyanı mən nəzərdə tutmuram. Çünki yerli anesteziya diş həkimlərində və yaxud da çənə cərrahlarında yəni 2 saat, 2 saat yarım sürür. Və müalicə də belə deyək, xəstənin gəlib sizdən otaqdan çıxması da əgər böyük bir, qısa bir müalicə olunmursa, yəni o müddətdə artıq görsənir allergiya. Yəni artıq evə gedəndən sonra verilən keyləşdiriciyə allergiya olması mümkün deyil. Bu dərmanların allergiyası olur. Ya mümkündürsə xəstə həmin günü birbaşa əgər klinika və ya xəstəxana fəaliyyət göstərirsə, yenə də kontrola gəlsin. Olmazsa direkt antibiotiki kəsmək lazımdır və xəstəyə demək lazımdır ki, setirizin, yəni ki, antihistamin qrupuna aid olan antiallergik dərmanları qəbul etməyə başlasın. Onların da qəbulu gündəlik bir dəfədir. Sadəcə yuxu gətirir, böyük ehtimalla çoxumuz bunu bilirik və aptekdən reseptsiz əldə eləmək olur. İntraoperativ ağır və çox ağırlaşmalarda, yəni xəstə, belə deyək də, mən o yüngül ağırlaşmaları demirəm, ən son 2 ağırlaşmaları nəzərdə tuturam, hansı ki, bu ağır və çox ağır, şok halına düşən vəziyyətlərdə. Bunda minimum 24 saat xəstənin vital funksiyalarının yoxlanılması nəzərdə olmalıdır. Yəni, həkim ya xəstəxanada və ya klinikada bu mümkündürsə, qalmalıdır xəstə orada 24 saat, mümkün deyilsə, mütləq və mütləq şəkildə xəstəxanaya göndərilməlidir. Əgər anafilaktik şok olubsa və vital funksiyalar müəyyən müddətdən sonra, müəyyən müddətlik öz fəaliyyətlərini göstərməyiblərsə, onda bəzən xəstənin 3-5 gün ərzində stasionar müşahidə saxlanılır. Yəni, bu, belə deyim də, qızıl standartdır. Epilepsiya xəstələrində çox ehtiyatlı olmaq lazımdır, belə deyim. Birinci növbədə anamnezdə yenə də soruşmaq lazımdır ki, ümumiyyətlə, epilepsiyaya qarşı hər hansı bir dərman qəbul eləyirmi? Və ən son epileptik hallar nə zaman müşahidə olunur? Əgər xəstə hər gün, deyim də, epileptik halları olursa, onda mən növbəti slaydlarda göstərəcəm, mütləq şəkildə təcili yardım həkimi ilə bir yerdə müalicə olunmalıdır. Və yaxud da həkim təcrübəlidirsə, müalicəyə başlamamışdan əvvəl artıq vena daxili diazepam qrupuna aid olan benzodiazepam və yaxud da dormikum, bunları verib xəstəni sakitləşdirə bilər. Çünki epilepsiya xəstələrində ilk növbədə istifadə olunan bu dərmanlardır. Yəni, benzodiazepam qrupuna aid olan dərmanlar. Epilepsiyanın 2 növü var. Lokal, fokal və yaxud da generalized, yəni ümumi olan. Lokal çox nadir hallarda olan epilepsiyalardır. Burada beyində olan hər hansısa bir ocağın sırf balaca bir hissəsinin pozğunluğundan yaranan da olur. Xəstə həmişə huşu yerində olur, heç bir problemi olmur və xəstənin müəyyən bir ətraflarında və yaxud da ki, baş nahiyəsində əsmələr başlayır, yəni epileptik hallar başlayır. Bunu xahiş edirəm, Parkinsonla qarışdırmayaq. Parkinson tamamilə başqa bir şeydir və yaxud da bizim o
bəzən yaşlı yollarda və yaxud da avtobus dayanacaqlarında, metrolarda yaşlı insanların əllərinin və yaxud da başlarının əsməsi epilepsiya deyil. O sırf Parkinsondan və yaxud da ki, mərkəzi sinir sistemində hər hansı bir başqa bir problemlərin olmasından yaranan bir məsələdir. Epilepsiyada xəstə normal olur və birdən-birə onun əli çox hiss olunacaq dərəcədə və yaxud da aşağı ətrafları hərəkət eləyir. Ümumi epilepsiya yəqin ki, çoxumuzun ya kinolarda, ya universitetdə və yaxud da hər hansı hardasa bir oxumusunuz, bütün bədənin əsməsi ilə müşahidə olunur. Xəstə huşsuz olur, xəstə heç nə yadda saxlamır və birdən-birə gəlir bu. Və belə xəstələrdə iki cür olur. Ya dediyim kimi gündəlik olur bu epilepsiyalar və yaxud da 2 gündən bir, 3 gündən bir. Və yaxud da ki, xəstələrdə aylarla, illərlə olmur. Bu xəstələr normalda dərmanlarla yaxşı təchiz olunan xəstələrdir ki, onlarda belə bir proseslər olmur. Amma yenə də gündəlik olan xəstələrdə mütləq şəkildə anestezist və yaxud da ki, təcili yardım həkimi ilə bir yerdə işi görmək lazımdır. Əgər preoperativ yanaşma dediyim kimi soruşuruq ki, epilepsiyası nə vaxt olub və çalışmaq lazımdır ki, qısa və stressiz müalicələr olsun. Yəni xəstəni əməliyyat olacaq və yaxud da deyim ki, tutalım, plomb qoyulacaq və yaxud da əlində abses var və yaxud da xırda bir cərrahi bir əməliyyat olunacaq. Hə, gəl bura, tez iynəni vuraq, kəsək doğrayaq. Belə bunlarda bunu eləmək olmaz. Xəstə bunu eşidən kimi epileptik halları baş verəcək. Yəni ideologiyası tam məlum deyil. Nəyə görə? Bu ehtimalla stresslə əlaqəlidir. Ona görə də qısa və stressiz. Mümkün qədər, salam əleykum, şikayətlərini qeyd elədiniz. Xəstəyə sonra aramla onun müalicə planını və yaxud da terapiya planını demək lazımdır və onun üçün əlavə termin eləmək lazımdır. Yəni eyni gündə eləməsi düzgündür. Xəstə özünü belə deyəm, hazırlamalıdır buna. İntraoperativ xəstələrdə, əgər xəstədə epileptik hal müşahidə olundusa, xəstəni mütləq şəkildə fiksasiya etmək lazımdır. Bəzən Azərbaycanda indi bəlkə mentalitetdən mi ola bilər və yaxud da bu insanlar utandıqlarından mı ola bilər? Almaniyada bu insanlar həmişə gündəlik epilepsiya tutan xəstələr başlarında şlemlə gəzirlər və qollarında bu uşaqlar velosiped sürdüklərində və yaxud da bu motosiklet sürənlərdə istifadə olunan qoruyucu qolluqlar, ayaqlıqlar, şlemlər istifadə edirlər gündəlik həyatlarında. Əgər sizin stolunuzda bu baş veribsə, xəstənin belə bir avadanlıqları yoxdursa üzərində, mütləq xəstəni fiksasiya eləmək lazımdır. Əllərini biri tutmalıdır, ayaqlarını biri tutmalıdır və başının altına yastıq qoyub, biri də başını tutmalıdır. Ən böyük səhvlərdən biri, belə deyim, tələbələrimi, ya bilmirəm bunu hardansa, bəlkə biz valideynlərimizdən, annə babalarımızdan eşitmişik, xəstənin ağzına həmişə barmaq soxuruq. Ay, nə bilim, dilini qatlalamasın, ay, nə bilim, qaşıq soxuruq ki, dilini qatlalamasın. Xəstəni baş nahiyəsini arxaya deyil də yan tərəfə çevirəndə xəstənin dilini qatlalaması mümkün deyil. Və əgər biz ora barmağımızı soxsaq, mən sizə tam əminliklə %100, yəni bu mənim başıma gəlib, deyə bilərəm ki, o barmağınız ya tamamilə kəsilib tullanacaq, ya da ki, öyle bir ağrılarınız olacaq ki, bir də belə bir tipdə belə bir hərəkət eləməyəcəksiniz. Çünki xəstələr istəmədən, özləri bilmədən mərkəzi sinir sistemi əzələləri o qədər tonuslarını gərginləşdirir ki, xəstənin ağzı açılıb bağlanır və tez-tez açılıb bağlanır və dişlər bir-birinə toxunur. Belə hallarda söylədiyim kimi xəstənin başını yan tərəfə çevirmək lazımdır və mümkündürsə, bu stomatoloqlarda olur, diş həkimlərində, bu sağ tərəfdə görsənir yəqin ki, rezin belə bir ağızlıqlar var. Bəzən balaca uşaqlarda istifadə olunur və yaxud da ki, xəstə müalicə zamanı yuxuluyursa onun ağzına qoyulur. Bundan istifadə edə bilərsiniz ki, xəstə əgər ağzında hər hansı bir qırıq dişi varsa, və yaxud da protez varsa, və yaxud da qapağı varsa, onu sındırıb asfiksiya olma riski var. Ona görə. Yəni, başqa bir səbəbi bunun burada yoxdur. İlk növbədə görülən yardım xəstəyə Vigo qoyulub, yəni Butterfly qoyulub, diazepam qrupu da müalicədir.
Belə xəstələr mütləq şəkildə xəstəxanada 24 saat müşahidə olunmalıdır. Ağciyər xəstəlikləri. Ağciyər xəstəlikləri bu son COVID dönəmində hamı bununla maraqlanmağa başladı. Həkim olanlar, tibb personalı işçisi olanlardan tutmuş, normal insanlara qədər. Bunun COVID-la əlaqəsi yoxdur. Burada sadəcə olaraq bildiyimiz xroniki obstruktiv ağciyər xəstəlikləri var ki, bu xəstələrdə oksigen təchizatı qanın çox aşağıdır. Bəzilərində 60%, bəzilərində 70%, 92-95% olanlar da var. Bu xəstəliklər nə aiddir? Xroniki bronxitis, yəni ki, bronxlarımız, ağciyərlərin içərisinə gələn, paylarına gələn bronxlarımızda spazmlar olur. Yəni, xroniki spazmlar həmişə dar formada olurlar. Emfizem sadəcə olaraq şişkinlikdir. Bu, normalda keçici olan bir prosesdir. Yəni, müəyyən müddətdən sonra bu emfizemlər, məsələn, qrip ola bilər və yaxud da vərəmdən ola bilər emfizem. Bu, keçici bir şeydir. Bir də asma. Asma xəstələrimizdə bu xroniki obstruktiv ağciyər xəstəliklərinə aiddir. Bu xəstələrdə müalicə zamanı elə bir böyük bir, belə deyim, həkim tərəfindən stresə ehtiyac yoxdur. Sadəcə olaraq söylədiyim kimi qan təchizatını öyrənmək lazımdır. Əgər oksigen təchizatı 80%-dən aşağıdırsa, mən sizə belə deyim də, əgər bunu siz hər hansısa bir təcili yardım həkimindən və yaxud da ki, anestezistə desəz ki, 80%-dən aşağı, deyəcək ki, tamamilə səhvsiz, artıq 90-da vermək lazımdır. Amma mən belə deyim də, təcrübəmdə həqiqətən də görmüşəm və pnevmolog olan, ağciyər xəstəliklərlə məşğul olan həkimlərimiz var burada. Elvin Hüseynov, məsələn, bilmirəm, çox şöbə müdiri, bu yaxınlarda o da Azərbaycanda bir televiziyada çıxış eləmişdi. Onlardan soruşanda deyir ki, 80% artıq düz, 90-da artıq reaksiya vermək lazımdır, hazırlamaq lazımdır oksigen balonunu, amma 80 artıq kritik haldır. Yəni 80%-dən aşağı olanda mütləq şəkildə oksigenlə təchizatı olunmalıdır. Asma xəstələrində də ki, hamısında demək olar ki, salbutamol olur, o spreylər olur ki, onun da funksiyası nədir? Yəqin ki, bilirsiniz, salbutamol bronxların didimi, o spazmını aradan qaldırır və genişləndirir bronxları ki, ağciyər yenidən normal havayla təchiz olunsun. Diş həkimləri müalicə elədikləri zaman ən əsası hər iki tərəfdə anesteziya edilməməlidir. Yəni ki, mandibular siniri hər ikisini də anesteziya eləmək olmaz. O zaman xəstələrdə yanlışlıqla ola bilər və yaxud da ki, çeyidici maddə çox olduğu zaman xəstənin dil, ağız boşluğu hissələrində və qırtlaq nahiyəsində çeyidə bilər ki, bu da belə deyək də, onsuz da çətin olan bir vəziyyəti daha da çətinləşdirir. Və xəstələri intraoperativ həmişə oksigenini ölçmək lazımdır. Bu da artıq, yəni, böyük ehtimalle hamımızın evində var. Koronadan sonra hamı aldı bunu, balaca cihazlar var. Həkim təbii ki, xəstəxanada və yaxud da klinikada biraz profesional şəkildə olur, orada karbon 4 oksid də yoxlanılır, EKG də yoxlanılır, amma normal şəraitdə ən pis halda, dediyim kimi, o balaca oksigen təchizatını yoxlamaq üçün cihazlardan istifadə etmək lazımdır. Postoperativdə sadəcə 1 saat nəzarət altında saxlayıb evə göndərmək olar. Üzr istəyirəm. Hematoloji xəstəliklər irsi və yaxud da qazanılmış olur. İrsi xəstəliklər təbii ki, bildiyiniz kimi hemofiliya xəstəliyi, hemofiliya A, B, Willebrand-Yugen sindromu var. Trombositlərin disfunksiyasıdır, yəni funksiyasının olmamasıdır. Bu irsi xəstəliklər zamanı olan intrapostoperativ vəziyyətləri mən sizə indi burada bir-bir deyəcəm. Bundan əlavə olaraq da qazanılmışlar var. Qazanılmış da idiopatik trombositopeni. Bu xəstəlik adətən uşaqlarda tez-tez rast gəlinir. Pişik və yaxud da itdən keçən virusun
hesabına yaranır. Təəssüf ki, mənim övladım da bu xəstəlikdən əziyyət çəkir və həqiqətən də ə, bir dəfə gəlir və ömrü boyu da qala bilər və müəyyən müddətdən sonra çıxıb yoxa da çıxa bilər və səbəb kimi də pişikdən olan virusun adını tam deyə bilməyəcəm indi, amma heyvanlardan keçən, ev heyvanlarından keçən virus hesabına yaranmışdır. Digər qazanılmış hematoloji xəstəlik demək ona, qazanılmış hematoloji problemlər burada qeyd olunan dərmanlardır ki, bunlar hamısı qan durulducu dərmanlardır. Mən kardioloq deyirəm, bunlar haqqında sizə çox qısa bir məlumat verəcəm. Yəni, biz gündəlik istifadə edəndə bunları nə edirik və niyə görə bunları belə eləyirik onlar barədə. Amma bunların dəqiqliyi ilə hansı böyük molekullardır, hamısı balaca molekullardır. Onlar haqqında məlumatı mən sizə təəssüf ki, verə bilməyəcəm. Preoperativ belə xəstələrdə mütləq şəkildə kardioloqla əlaqə saxlamaq lazımdır və kardioloqla başa salmaq lazımdır ki, biz nə etməliyik? Xəstənin bu dərmanlarını necə kəsə bilərik? Ümumiyyətlə, kəsmək olarmı? Bəzilərində əgər hər hansısa bir tutalım, bypass əməliyyatı olubsa və yaxud da stent qoyulubsa, o xəstələrə 6 ay o dərmanı kəsmək olmur. Onun da belə bir vəziyyətlərdə nə eləmək lazım olduğunu göstərəcəm indiki növbəti slaytlarda. Əgər xəstə artıq uzun illərdirsə bu dərmanları qəbul edirsə, 48 saat əvvəlcədən dərmanı kəsmək lazımdır. Bu aspirindən başqa. Yəni Azərbaycanda mən kolleqalarla danışanda onlar da aspirini 7 gün kəsirlər. Amma yeni yazılan protokollara görə aspirinin kəsilməsi xəstə əgər artıq məsələn 4 il, 5 ildirsə qəbul olunursa, kontraindikasiyadır. Çünki xəstənin arasında bir tromb olub-olmadığını biz bilə bilmərik və xəstə onu kəsirsə, yenidən tromb olma riski çox böyükdür. Ona görə də stomatoloqlar yəni burada yeni protokola görə aspirin kəsilmədən dişdə çəkilir, əməliyyat olunur, çənə sınığı da müalicə olunur. Amma digərlərində mütləq şəkildə 48 saat kəsmək lazımdır. 48 saatdan sonra da növbəti gündə kontrol olunur xəstə. Əgər qanaxması yoxdursa, onda antikoagulantı yenidən qəbul edilməsi mümkündür. Əməliyyat zamanı yaranın mütləq şəkildə tikilməsi lazımdır. Bu, ortopedik müalicə də ola bilər, bu diş müalicəsi də ola bilər, qarın boşluğunda hər hansısa bir müalicə ola bilər. Yəni, bunların hamısında mütləq şəkildə yara tikilməlidir. Mən burada deyəsən qeyd eləməmişəm. Bu irsi xəstəliklər haqqında qısa deyim. İrsi xəstəlikləri hematoloqlar baxırlar. Əgər qazanılmışdan danışdıq, burada substitusiyon istəyən bir plan olur. Yəni, belə xəstələr, məsələn, diş çəkiləcəksə və hansısa bir terapiya görüləcəksə, o planı mütləq şəkildə hematoloqdan almaq lazımdır. Yəni, hematoloqdan o müalicə planını almadan diş çəkməyə və yaxud da hər hansısa bir müalicə, yəni konservativ müalicədən söhbət getmir, cərrahi müalicədən söhbət gedir. Eləmək tamamilə kontraindikasiyadır. Bu substitusiyon planda nə yazılır? Orada yazılır ki, xəstə əgər bir həftədən sonra əməliyyat olunacaqsa, bu gündən etibarən hansı dərmanları qəbul etməlidir? Orada 2 dənə dərman olur. Siklokapron deyirlər, qanını qatılaşdıran, bir də minimirin. Burun spreyidir. O da bildiyimiz kimi burnunuzdakı olan damarlar çox nazik olduğuna görə onların da qanama riski çox olur. O spreydən istifadə eləyərək onların da laxtalanmasını gücləndiririk ki, riskimiz olmasın. Bildiyimiz şəkər xəstəliyi təəssüf ki, çox yayılmış xəstəliklərdən biridir. Amma biz sevinməliyik ki, hal-hazırda 2024-cü ildə bu xəstəlik, yəni insanlar normal həyatlarını davam edirlər, övlad sahibi olurlar, 70-80 yaşlarında çox normal həyat tərzi sürürlər və artıq insulindən asılı olan xəstələr üçün də balaca çiplər var. Onlar Azərbaycanda da mən keçən səfər gələndə gördüm ki, artıq yayılmaya başlayıb. Xəstənin heç bir şey eləməyinə ehtiyacı yoxdur. Qarın nahiyəsinə o balaca cihazı, çipi yerləşdirir və o Bluetooth-la öz telefonuna bağlı olur. Şəkəri qalxanda deyilir ki, insulinimi vur və tam rahat şəkildə belə xəstələri həyatlarını davam edirlər və düşünün ki,
e, 100 il bundan əvvəl o insanlar ölürdülər. Hətta 100 il də yox, 60-70 il deyək də, İkinci Dünya müharibəsindən əvvəl. Sabah bir gün olsa 100 il olacaq. Dörd tipi var. Birinci tip tam bildiyimiz tam insülindən asıllıq. İkinci tip nisbi insülin asıllığıdır. Nisbi insülin asıllığı da adapozitozdan, yəni çəkidən artıq çəkən insan, artıq çəkidən əziyyət çəkən insanlarda olur. Hamiləlikdə yaranan insulin var. Bu da adətən əvvəlcə tam insulin asıllığına çevrilir və müəyyən hamiləlik bitəndən sonra hormonal vəziyyət düzəldikdən sonra yenidən xəstə, yəni çox hallarda artıq ehtiyac olmur növbəti insulin vurulmasına. Bəzi hallarda isə xəstə təəssüf ki, şəkər xəstəsi olaraq da qalır. Dördüncü tip isə dərmanların nəticəsində yaranan insulindir, insulin asıllığıdır. Burada o dərmanları ya kəsirlər, adətən təzyiq dərmanlarında olur, beta-blok dərmanlarında, metformində məsəl üçün, baxmaq lazımdır onu tam deyə bilməyəcəm. Yenə deyirəm, mən diabetolog deyiləm. Bu dərmanları ya kəsirlər, ya da məsələn elə bir dərmandır ki, onu xəstə mütləq şəkildə qəbul eləməlidir, deyək ki, kimyoterapiyasıdır. Onda bu xəstələrə metformin verirlər tabletka formasında və insulindən asılı olmur o xəstələr. Sadəcə olaraq müəyyən dövrdə o tabletkaları qəbul edirlər. Burada yenə də şəkər haqqında bəzi qeydlər eləmişik ki, bu xəstələr gələndə stressiz, xəstələr mütləq şəkildə əgər insulindən asılıdırlarsa, yəni belə deyim, hər gün insulin vururlarsa, yemək yeyib gəlməlidirlər və ölçüb gəlməlidirlər. Yaxşı olar ki, özlərindən insulinlərini də gətirsinlər və intraoperativ əməliyyat və yaxud da terapiya zamanında əgər qalxarsa insulin birbaşa vurula bilsin. Biz xəstəxana və klinikalarımızda ekstradan həmişə soyuducuda mütəmadi olaraq vaxtı keçəndən sonra dəyişirik. İnsulin iynələrimiz olur və birdən xəstənin yadından çıxsa və yaxud da şəkəri artsa, biz həmin anda tez bir zamanda reaksiya verə bilək deyə. Hipertoniya bu çox təəssüf ki, Azərbaycanda 55-60 yaşından sonra demək olar ki, valideynlərimizin və ya xala bibilərimizin, qohum əqrəbələrimizin çoxunda müşahidə olunan xəstəliklərdən biridir. Təzyiq dərmanlarının müalicədən əvvəl qəbul etmək lazımdır. Hətta xəstə əgər ümumi narkoz alacaqsa və yaxud da sedasiya alacaqsa, o dərmanları ən azından yarım stəkan su ilə ac qarnına qəbul etməlidir. Çünki o xəstələr 6 saat ərzində yemək yeyib yemək yeməməlidirlər, belə deyim. Amma buna baxmayaraq, bu təzyiq dərmanlarını 2 saat əvvəlcədən yarım stəkan su ilə qəbul edə bilərlər. İntraoperativ stressiz qısa həkimləri olmalıdır yenə də ki, xəstə stressə qalxmasın, təzyiqi oynamasın. Əməliyyatdan sonra qan təzyiqi mütləq şəkildə ölçülməlidir və məsləhətdir daha doğrusu. Sedasyonda və yaxud da ki, ümumi anesteziyada müalicə olunan və yaxud da əməliyyat olunan xəstələrdə təzyiq onsuz da avtomatik olaraq ölçülür. Əgər xəstə təzyiq dərmanı qəbul eləməsi də şərt deyil. Bəzi xəstələrdə ki, qan azlığı deyirlər, hipotoniya, yəni təzyiqi tez bir zamanda düşür. İsti havalarda belə bir şeylər tez olur, stressdən belə bir şeylər tez olur. Bu bildiyimiz huş itirmədir. Bir sizə bununla qarışdırılmamasını, allergiyanı deyirdim. Sadəcə olaraq qısa bir xəstə gəldi, oturdu, birdən uzanılı vəziyyətdədir, belə deyək. Siz rentgen eləmək istəyirsiniz və yaxud da ki, xəstəni konservativ müalicə edirsiniz və resepsiyona göndərirsiniz ki, xəstə reseptini alsın. Və onda birdən-birə dəhlizdə özündən gedir, yıxılır yerə. Belə halda tibb personalının təcrübəli olması çox önəmlidir. Çünki belə xəstələr başlarını çox vaxtı yerə, divara vururlar və xəstənin başını qorumaq lazımdır. Ətraflar önəmlidir təbii ki, amma ən əsası başıdır.
Bu xəstələrin ayaqlarını yuxarı qaldırmaq lazımdır. Ayaqlarını yuxarı nəyə görə qaldırırıq? Təzyiq başa doğru getsin, yəni qan təzyiqi yenidən stabilləşsin. Təmiz hava lazımdır. Alnına yenə də yaş dəsmal, təzyiqini mütləq ölçmək lazımdır. Ə, Təzyiqi təbii ki, bu lazım gəldikdə ringer və natrium klor vermək olar. Bu ideal olardı, bu super olardı. Amma hal-hazırda artıq hətta maye formasında mövcud olan təzyiqi stabilləşdirən, təzyiqi qaldıran məhlullar var, dərmanlar var. Onlardan istifadə oluna bilər. Dərman aptekdən soruşub, onların müxtəlif firmalarının ixracatları var. Onları xəstəyə verməklə damcı formasında olur. Yarım stəkan suya 30-35 damcı töküb onu xəstəyə veririk. Xəstə özünə gəldikdən sonra təbii ki, artıq biraz özünə gəlir. Bu huş itirmələr normalda hardasa 7-8 saniyə sürür. Yəni ondan çox sürmür. Əgər çox sürürsə artıq bu yaxşı bir hal deyil. Mütləq şəkildə yenə də pulsunu EKG eləmək mümkündürsə, qanın, ürəyin vəziyyətini, qan təzyiqini tez-tez ölçmək lazımdır, şəkəri ölçmək lazımdır. Əgər xəstə artıq bir dəqiqə, dəqiqə yarım özünə gəlmirsə, artıq mütləq şəkildə ilk tibbi yardımı göstərmək lazımdır və yaxud da ki, ilk tibbi yardıma əlaqə saxlamaq lazımdır. Belə. Burada ürək ritminin pozğunluğu olan angina pectoris xəstələridir. Bilmirəm, aramızda yəqin ki, hamımız mı stomatoloqdur, yoxsa tibbi oxuyan. Validə xanım, burada yəqin ki, tibb universitetini oxuyan tələbələriniz və yaxud da həkimləriniz də var, düzdür? Yoxsa sırf stomatologiyadır? Mən bildiyim qədərilə olmalıdır, yəni tək stomatoloqlar deyil. Bu stomatoloqlarda, belə deyim də, bu preparat, nitro preparatlar qızıl kimi bir şeydir. Kardioloqlar bunu yaxşı bilirlər. Əgər xəstənin, yəni biz bəlkə də tanış bilişdən eşitmişiksə, yaşlı adamlar pilləkən qalxanda və yaxud da durduğu yerdə başlayır təngi nəfəs olur, ürəyi başlayır daha tez-tez döyməyə, özünü çox narahat hiss edir. Bu ürək ritminin pozğunluğu olan xəstələrdir. Bu xəstələrdə ilk növbədə nitrolingual preparatlar var. Spreydir, sadəcə bir spreydir. Belə xəstələr adətən özlərindən daşıyırlar bunu. Amma olmadısa, xəstənin ağzını açıb sadəcə o spreyi vurursunuz. Xəstə, yəni mən təcrübəmdə çox olub. İnandırım sizi 3-4 saniyə içərisində tamamən xəstə özünə gəlir. Yəni əvvəlki kimi özünə gəlir. Bu neyir? Ürək ritmini stabilləşdirir və xəstənin yenidən özünə gəlməsini gətirib çıxarır. Ürək xəstəliklərinin içərisində endokardit riskinə aid olan xəstələrimiz də var ki, bunlar ya bypass əməliyyatı keçirdirlər və yaxud da anadan gəlmə damar, ürək qapaqları ya perforasiya olur, ya ümumiyyətlə olmur, ya da yaxşı öz fəaliyyətini göstərmir. Bu xəstələrdə bilirsiniz ki, belə defekt olan xəstələrdə ya deyilir ki, anadan gəlmə olanda adətən Down sindromlu xəstələrdə belə bir şeylər çox olur. Onları mütləq şəkildə müalicə etmək lazım olur. Çünki demək olar ki, öz funksiyasını yerinə yetirmir qapaqlar. Normal Down olmayan, yəni normal insanlarda bu bəzən müşahidə altında tutulur və xəstə 50-60 yaşında bəzən yenidən ürək qapağının dəyişilməsinə ehtiyac duyur. Və onun da iki növü var. Bioloji qapaqlar var, bir də mexaniki qapaqlar var. Mexaniki qapaqlar, bunlar təbii ki, cihazlardır, titan olur, balaca titan, nazik titanlar olur, qapaq funksiyasını yerinə yetirir. Biolojilər isə Almaniyada ən çox istifadə olunan və yaxud da deyərdim ki, mən yenə deyirəm, kardioloq deyirəm, amma bildiyim qədərilə yeganə istifadə olunan donuzun ürəyinin perikard toxumasından istifadə olunur. Onu insanlara qapaq əvəzi yerləşdirirlər. Bu xəstələrdə ilk öncə əgər əməliyyat təzəlikcə olubsa, 6 ay boyunca heç bir rutin əməliyyat görünə bilməz. Çox böyük riskdir. Çünki bu xəstələr
güclü qan durulducu dərmanlar qəbul edirlər. Bəzən hətta 2 dənəsini qəbul edirlər. Və infeksiya riski çox olduğuna görə stomatoloqlarda bildiyimiz kimi ağızda bakteriya ilə işləyirik. Xəstənin hətta sepsis olmaq ehtimalı var. Yəni mən də bunu kitablardan demirəm, xəstəxanada işlədiyim dövrlərdən deyim ki, öz təcrübəmdə olub ki, xəstə sadəcə bir ağız absesi ilə boş verib, yəni həkimə getməyib. Biz ürəyinin üstündən 3 dənə dəlik açaraq abses açmışdıq ki, irin axıb getsin. Çünki artıq ürəyə gedib çıxmışdı. Belə xəstələrdə 6 ay boyunca heç bir rutin əməliyyat ola bilməz. Yəni xəstəyə yaxın durmaq olmaz. Ya nə bilim, ay bir dənə dişimi çəkim, ya sinirini açım, heç bir şey. Xəstə ancaq təcili yardım hallarında müalicə oluna bilər. Yəni öz ixtisasımızdan deyirəm, tutalım absesi var və yaxud da ki, elə ağrıları var ki, artıq xəstə nəfəs ala bilmir və irinləyib, üzü şişib və s. və ilaxır. Bu xəstələri mütləq şəkildə elə stand-by, yəni ki, lokal anesteziya, yerli anesteziya ilə stand-by. Stand-by bu yağları dediyim ya anesteziolog, onlar özləri təcili tibb həkimləri olurlar, təcili tibb yardımda işləyirlər. Və yaxud da ki, təcili tibbdə işləyən həkimlərlə. Burada onlara not file adslar deyirlər, yəni təcili həkim. Onlar daha çox təcrübəli olurlar kardioloqlardan, çünki onlar gündəlik bir 3-4 dənə elə bir vaka gördüklərinə görə daha tez reaksiya verirlər. Söhbət ondan gedir ki, daha tez reaksiya vermək təcrübəsi daha çox olur onların. Onlarla bir yerdə bu müalicəni görmək lazımdır. Normalda belə görsənir. Xəstə tutalım uzanıb, indi burada biraz şəkildə ola bilər, biraz əməliyyat olunur, tamam. Amma biz diş deyək, diş çəkilir və yaxud da hər hansısa bir təcili bir müalicə görülürsə, mütləq şəkildə müşahidə olunur xəstələr, vital funksiyaları təzyiqi, EKG qoyulur, oksigen təchizatı müşahidə olunur. Çünki bu xəstələrdə, yəni heç kimin başına gəlməsin, çox qısa bir zamanda çox bir pis vəziyyət ola bilər. Ən belə deyim, qorxulmayacaq bir vəziyyət, o yaranın dayanmadan qan axmasıdır. Onda xəstəni xəstəxanaya göndərib, orada kalium tərkibli preparatlar verməlilə onun qanını laxtalandırırlar və verilən durulducu dərmanlar kəsilir, onunla paralel başqa durulducu dərmanlar verilir. Heparin və yaxud da kleksan. Azərbaycanda bu çox tez-tez istifadə olunan bir preparatdır, qanı duruldurmaq üçün. Onu verirlər. Amma yenə deyirəm, belə bir xəstələrdə onları mütləq şəkildə anesteziolog və yaxud da ki, təcili tibbi həkimlərlə bir yerdə müalicə eləmək lazımdır. Mənə elə gəlir ki, bizim mövzumuz bu qədər idi. Yox, hələ var. Apopleks haqqında hələ danışmamışıq. Xəstənin anamnezini toplamaq. Bu xəstələrdə endokardit riski olan xəstələrdə əzələnin, ürək əzələsinin iltihablama riski olduğuna görə onlara belə pasport kimi bir şey verirlər. Vəsiqə kimi belə deyək. O vəsiqədə artıq yazılır ki, bu xəstənin belə bir xəstəliyi var. Yəni ürək anginopektorisi var və yaxud da ki, hər hansısa bir endokardit riski var. Belə xəstələrdə mütləq şəkildə müalicə olmamışdan əvvəl xəstəyə 1 saat əvvəl antibiotik vermək lazımdır. 2 qram, yəni burada 2 tabletka nəzərdə tutulur və ondan sonra da xəstə o antibiotiki davam eləməlidir. Yəni, belə deyim, xəstə bugün saat 12-də əməliyyatı var, 11-də 2 tabletka antibiotik verilir. Ondan sonra xəstə əməliyyat olunur və evə gedir, gündə 3 dəfə olmaq şərti ilə antibiotikini davam edir. Əgər normalda yazılan ən çox preparatlardan biri penisilin qrupasıdır təbii ki. Xəstənin hər hansısa bir allergiyası varsa penisilin qrupasına, klindamycin qrupasına 600-lük klindamycin qrupasını yazmaq olar. Apopleks, yəni beyin infarktı, insult dediyimiz insult xəstələrində yenə də bu 6 ay
rutin terapiyanın olmaması şərtdir. Yəni xəstələr antikoagulyasiyon qəbul edirlər və riskləri, iltihablama riskləri çox olduğu üçün bu xəstələrə 6 ay boyunca toxunmuruq. Çox önəmlidir stressiz müalicə. Yəni xəstə, yenə deyirəm, mümkün olarsa biz, yəni bilmirəm, bu bizim subyektiv gördüyümüz işlərdir. Xəstə həmişə belə bu risk qrupuna aid olan xəstələri biz 2 dəfə çağırırıq. Birinci konsultasiyaya çağırırıq. Hər hansı bir cərrahi əməliyyat görəcəksə, mən özüm konservativ, yəni Crohn'dur və yaxud da kanal terapiyasıdır, bunları görmürəm. Hər hansı bir kolleqalarımızdan biri o görəcəksə onu belə, xəstənin ağrısı yoxdursa, yenə də biz onu 2 dəfə, yəni bir dəfə gəlir konsultasiya, növbəti səfər artıq müalicə olunur. Çünki xəstə ən azından psixoloji olaraq özünü hazırlayır ona, belə deyim. Qan təzyiqinin və ürək ritminin monitorinqi lazımdır. Bu risk qrupuna aid olan demək olar ki, bütün xəstələrdə olduğu kimi. Bir də insulti mənim təcrübəmdə çox olub. Düzdür, kardioloqlarla 2 dəfə bunlar hətta əlaqə saxlayıb mənimlə biraz da müzakirə ediblər və mübahisə ediblər, belə deyim. Biz diş həkimləri və yaxud da çənə cərrahları xəstənin insult olma riskini, belə deyim, kardioloqdan daha tez görə bilirik. Bunu istəyərdim ən axırda bir sual kimi, əgər sizin də icazəniz olarsa, Validə xanım, mən bir sual kimi verim kolleqalara ki, səbəb nə ola bilər? Bunun, yəni biz stomatoloqlar onu necə tez görə bilərik? Əlbəttə, buyurun. Mən ən axırda istəyirsiniz verim onu. Yoxsa elə indi verək. O indi elə mövzu buradaykən bir dəqiqə. Sizə necə uyğundursa. Gəlin indi, yəni siz necə stomatoloqlar, yəni bu insult xəstəliklərini, artıq mən aşağıda yazmışam, karotis arteriyasını, artıq cavabı özümdə aşağıda yazmışam. Rentgində stomatoloqlar, belə deyim də, stomatoloqa pasiyent gəldi, rentgen olundu, biz onun bu yaxınlarda və yaxud da gələcəkdə insult keçirtmə riskini kardioloqdan necə tez bilə bilərik? Yəni, rentgende nə müşahidə edə bilərik ki, bu bizə, belə deyim də, bu diaqnozu verməyə kömək eləsin? Bəlkə kolleqalardan burada kimsə onu... Baxırıq. Necə? Damar tıxanı da olur. Həmin damarlar tıxanmaq olur. Necə görsənir rentgende, doktor? Necə fikirləşirsiniz? Vüsal bəy də deyəsən. Anevrizma çox vaxt görürük. Çünki həmin mərhələdə, ikinci mərhələdə həmin damar özü şişkinləşir ki, qan axını gedir. Həmin damarda cırılmağa daha tez məruz qalır bu səbəbdən. Düzdür. Amma rentgende necə görürsünüz? O karotiz, biz axı rentgen eləyəndə, stomatoloqlar rentgen eləyəndə biz yumuşaq toxuma görmürük. Biz həmişə sərt toxuma görürük. Yəni sümüyü görürük. Hətta yeni bu tomografiyalar, D40-lər var, 3D tomografiyalar. Orada da biz sadəcə sərt toxumanı, yəni sümüyü görürük. Yumuşaq toxuma görmürük. Biz Sümükdə müəyyən qədər deformasiya yaranmalıdır. Çünki həmin damarlar çox vaxt anevrizmalar cırılır, damara tıxanır və ya damar genişlənib sümüyə çatır. Ona görə də mən elə düşünürəm ki, sümükdə görürük. Sümükdə düzdür. Əgər xəstə artıq o vəziyyətdədir ki, məsəl üçün anevrizma olub və yaxud da insult olub, onda sizinlə razıyam. Amma ki, xəstə elə bilin ki, bu gün gəlib sizə, xəstənin heç bir şikayəti yoxdur, heç kardioloqdur, gedib kardioloqdur, deyib ki, qardaş, sənin heç nəyin yoxdur. Amma siz bir dənə diaqnoz qoyursunuz və sübut edirsiniz ki, orada mən bir şey görürəm. Bu nə ola bilər, necə görsənir? Şaxələşmiş ağarma. Bəli. Kirəcləşmiş ağarmalar, hiperdens və yaxud da ki, radioopak dəyişikliklər. Yəni, rentgende, karotis nahiyəsində biz onları balaca partiküllər kimi görürük. Bəzən bunu tonzillərimizdə, yəni qlandalarımızda o daşlar olur, balaca irinlərdən olan daşlar. Hətta onları da görə bilirik. Onların lokalizasiyası tam dilin proyeksiyasının üstündə olur.
Amma bu karotisdə isə yan kənarlarda olur. Bu mandibulanın korpusundan kənarlarda belə partiküllər şəklində kirəcləşmiş formada ağ dəyişikliklər, radiopak dəyişikliklər görmək olur. Bu artıq xəstənin ya siqaret çəkir, ya yaxşı yeyib içəndir, ya hər hansısa bir genetik olaraq insult probleminə, yəni apopleksə yaxın olduğunu göstərir və damar tutuqluğunun olduğunu göstərir. Mütləq şəkildə məsləhət görürəm ki, mən kardioloqa getsin. Bəzi kolleqalar çox belə bunu yüksək dəyərləndirirlər. Mənə zəng vurub təşəkkür eləyən də olub ki, hə, xəstəni bəs. Amma təbii ki, çox tutulma olmayıb. Məsələn, 20%, 30%. Amma yenə də ən azından müşahidə olunur. Amma bəzi kolleqalarda zəng vurub, sən kardioloq deyilsən, sənin nə işin var ondan? Yəni, çünki bu xəstəyə başqa bir şey dediyinə görə. Bunu, məsələn, gələcəkdə istifadə edə bilərsiniz. Dediyim kimi, biz apopleksi daha tez görə bilirik. O da təbii ki, təsadüfi diaqnozdur da. Yəni, xəstə bizə apopleksin müalicəsinə görə və yaxud da ki, insult riskinə görə gəlmir. Bir şey soruşmaq olar orada. Buyurun. Əgər istədiyiniz partiküllər qopub, yerdə boşluq qalıbsa, biz onu rentgende görə bilərik. Partiküllər qopubsa artıq o beyin nahiyəsinə qalxıblar. Çünki karotisin beyni xarici və daxili karotislərdə. Əgər onlar yerindən qopubsa, biz bu nahiyəni gördüyümüz üçün biz ancaq burada görəcəyik. O yerindən qopubsa, ya xəstənin artıq yuxarıdadır və belə deyək də, hal-hazırda müəyyən bir müddətdən sonra, çox qısa bir müddətdən sonra insult keçiriləcək xəstə, yaxud da qopub daha aşağı nahiyələrə gedib və bu da kardioloji problemlər yarada bilər. Və yaxud da ki, ağciyər emboliyası yarada bilər. Yəni, hərəkət edib o kirəcləşmə başqa bir yerdə durur. Amma biz ancaq bu nahiyəni görürük. Yəni, yuxarılarda biz onu təəssüf ki, diaqnoz edə bilmirik. Hətta yeni tomoqrafiyalar 25-in 25 millimetrədir. Onlarda daha böyük nahiyəni görürsən. Bu, aşağı göz yuvası səhifəsini belə görmək olur. Orada belə beyni müşahidə eləmək olmur, təəssüf ki. Çox təşəkkürlər. Buyurun. Böyrək çatışmamazlığı xəstələri, bu da təəssüf ki, yayılmış xəstəliklərdən biridir. Anadan gəlmə və yaxud da sonradan hər hansısa bir xəstəliklər nəticəsində yaranır. Böyrək çatışmamazlığı və yaxud da transplantasiya xəstələrində biz daha çox, belə deyək də, həssas hərəkət edirik. Çünki ya bu xəstə, belə deyim də, siyahıda durub böyrəyi gözləyir, ya da bu təzə böyrək dəyişir və çox ehtiyatlı olmaq lazımdır. Bu xəstələr nefroloqun yanında, yəni böyrək cərrahi əməliyyatı görən yox, terapevtlərin yanında dializ olunurlar. Bunu çox hallarda dializ olunurlar. Təzə artıq böyrək transplantasiya olubsa, olmur. Bu böyrək, belə deyim də, böyrəyin transplantasiyasına qədər olan bir prosesdir. Bu xəstələr dializ olursa, bunu birinci növbədə soruşmaq lazımdır. Neçə dəfə dializ olunursunuz? Gündə neçə dəfə və saat neçədə? Niyə görə? Çünki bu xəstələr heparin və yaxud da kleksan, dediyim kimi qan duruldurucu dərmanlar alırlar və biz hər hansısa bir müalicə görəcəksə, yaxşı olar ki, və ümumiyyətlə protokolda yazılıb ki, ya dializin ertəsi günü olmalıdır, ya da dializdən ən tezi 4 saat sonra müalicə olmalıdır. Xəstələrin bir çoxu 1, 3, 5 və yaxud da 2, 4, 6 alırlar dializi və çox pis vəziyyətlərdə təəssüf ki, 6 günün və yaxud da 7 günün 7-sini alırlar və o zaman 4 saatdan sonra cərrahi müdaxilələr oluna bilər. Antibiotikin verilməsi, mən həmişə nefroloqla danışıram, çünki bu riski öz üzərimə götürmək istəmirəm. İstər-istəməz xəstə, biz deyirik ki, antibiotik gəlib böyrəyə bəlkə də çatmır, amma bu orqanizmə qəbul olunur və sistematik qəbul olunduğuna görə mənim fikrimcə mütləq şəkildə nefroloqla əlaqə saxlanılmalıdır. Biz onu eləyirik. Yəni, soruşuruq ki, penisilin qrupası verəcək, nə düşünürsünüz? Çünki onlar bəzən özləri də dializ alanda antibiotik də verirlər. Yəni, biz məsləhətləşirik həmişə kolleqalarla. Çox qısa həkim görüşləri olmalıdır. Əgər
ümumi anesteziya ilə, yəni narkoz altında xəstə müalicə olunacaqsa və yaxud da əməliyyat olunacaqsa, təbii ki, kateterin olması şərtdir. Növbəti gündə kontrol. İnfeksiya xəstəlikləri, bura hepatit və HIV, yəni AIDS virusu olan xəstələr daxildir. Bu xəstələri qəbul eləyəndə konsultasiya vaxtı elə bir problemli bir şey yoxdur. Konsultasiyadan sonra istifadə olunan güzgülər və yaxud da instrumentlər, belə deyim, xüsusi sterilizasiya olunur. Onlar xüsusi vannalarda saxlanılır və ondan sonra normal sterilizasiyaya verilir. Normal sterilizasiyada da belədir də, balaca bir vanna var, ora əvvəl qoyulur bütün instrumentlər, sonra yuyulurlar onlar xüsusi cihazda, sonra da avtoklava gedirlər. Hepatitli infeksiya xəstəliklərində bu balaca vannaya gəlmədən əvvəl daha güclü məhlulda da bir ultraşal vasitəsilə, ultrasəs vasitəsilə bir daha təmizlənirlər və sonra növbəti sterilizasiyalara verilirlər. Bu xəstələrin mütləq dediyim kimi, lap başda soruşduğum kimi, anamnezdə xəstələrin çoxları yazmırlar ya da yazırlarsa utanırlar. Əgər konsultasiya gəlibsə, xəstə sadəcə müalicədən sonra instrumentlər təmizlənməyə verildikdən sonra otaq havası dəyişilməlidir, dezinfeksiya olunmalıdır. Bütün normalda normal xəstələrdən sonrası kimi də və hardasa biz hardasa 2 saat yarım, 3 saata yaxın o otağı bağlı tuturuq. Bəzi kollegalar deyirlər ki, yarım saat olsa yetərlidir. Amma bizdə otaqlar müayinə çox olduğuna görə əməliyyat qalanlar, biz onları ya elə dediyim kimi 3 saat tuturuq və çox hallarda da xəstələri işin bitməyinə az qalmış sifariş edir ki, onlar məsələn saat 5-də gəlsin və yaxud da 6-nın yarısı gəlsinlər. Preoperativ mütləq şəkildə qan analizlərini soruşmaq lazımdır ki, ən axırıncı dəfə nə vaxt qan analizi olunublar. Çünki bu da bir sual olsun. Niyə görə bizə məsələn hepatitli xəstələrdə və yaxud da ki, qan analizi lazımdır və yaxud da AIDS xəstələrində cərrahi əməliyyatlardan əvvəl qan analizi lazımdır? Sizcə nə düşünürsünüz, kollegalar? Hepatit sadədir, çünki mərhələsini biləndə keçiciliyini bilirik. AIDS-dən əmin deyiləm. AIDS-də və hepatitdə xəstələrin trombositlərinin sayı çox oynaq olur və xəstələrdə qanama riski çox olduğuna görə biz o qan analizini həmişə istəyirik və protokolda da elədir ki, qan analizi, məsələn, diş çəkiləcəksə, hepatit B-dir və yaxud da C-dir və yaxud da AIDS-dir, qan analizinə baxırıq, çünki trombositlərin sayı həmişə aşağı olur. Xüsusi geyimlər giyinmək lazımdır, 2 əlcəkdən istifadə olunur, eynək, cərrahi maska. Intraoperativ, əgər nəsə oldu da, iynə batdı, əlinizə iynə batdı, 1 dəqiqə normal suyun altında qanamalıdır, belə deyim. Əlinizlə sıxmalısınız barmağınızı, qan çıxsın və suyun altında yumaq lazımdır. 10 dəqiqəyə yaxın antiseptiklə yumaq lazımdır. Bu da protokolda olan, yəni Almaniyada yazılan protokollarda olan statistikalardır, mən sizə deyirəm. AIDS xəstələrində yod tərkibli preparatlardan istifadə olunmalıdır, bu 10 dəqiqə istifadə olunandan sonra. Yəni, bu ilk görüləcək işlər 2 xəstəliklərin ikisində də istifadə olunur. AIDS-lərdə sonra yod tərkibli, hepatitdə isə etanol tərkibli preparatlardan istifadə olunur. Bu, barmağa zədə dəydiyindədir. Əgər gözümüzə qan düşübsə, həmin o xəstənin hepatitli və AIDS xəstənin qanı düşübsə, onda gözü 5%-li, çox yüksək faizli olmaz. Gözü qışasını, bilur qışasını yandıra bilərik. 5%-li yod preparatı ilə yumaq lazımdır. Gözə spirt tökmək olmaz. Yod preparatı olmadıqda 5 dəqiqə yaxın suyun altında gözü, açıq şəkildə gözü yumaq lazımdır. Belə yox, açırsız su onun üzərindən axmalıdır. Ağız boşluğuna tüpürcək və ya qan damcısı düşdükdə bu çox nadir olan bir şeydir, çünki həmişə maskada oluruq.
Etanolla qarqara eləmək lazımdır və su ilə qarqara eləmək lazımdır. Postoperativ əməliyyatdan sonra otaq xüsusi olaraq bunu dediyim kimi təmizlənir, havalandırılır. İnstrumentlər xüsusi preparatlarda digər sterilizasiya verilməmişdən öncə yuyulmalıdır və damcı ilə yayıldığına görə və qayanla yayıldığına görə məsələn, korona xəstələrində yenə də bizim xəstəxana korona dövründə korona xəstələrinə baxan xəstəxana kimi seçilmişdir. Çünki biz 30 kilometr ətrafımızda təəssüf ki, belə ambulator çənəz ərazisi yoxdur. Biz müəyyən saatlarda onları çağırırdıq. Hər gün saat 4-dən 6-ya kimi və əgər o xəstə girirdisə o otağa, korona məsələn, müalicə otağına biz müalicə eləyirdik. Əgər xəstələr çox olurdusa, o xəstələri həmin otaqlara yenə salırdı. Çünki hamısında onsuz da koronavirusuydu. Çıxdıqdan sonra çox güclü dezinfeksiya olunurdu otaqlar. Yəni ki, bütün künclər, bütün hər yer dezinfeksiya olundu ki, növbəti günü artıq səhər-səhər normal virusu olmayan xəstələr gələcəklər. Bunu mən öz təcrübəmdən olaraq qeyd eləmişəm. Alkoqol bir də narkotik vasitələrdən istifadə edən, mütəmadi istifadə edən xəstələrdə infeksion risklər çox böyükdür və bunu klinik olaraq daha necə görə bilərsiniz? Gözlərinin ağ nahiyəsinin belə saraltıya doğru getməsi, dırnaqların sarı formada, artıq yəni belə deyim də, ölü toxumalar get-gedə çoxalır. Ona görə də bu sarılıq başlayır artmağa. Bunu yaxşı olar ki, xəstə bəzən alkohol içir və yaxud da narkotik qəbul edirsə, onu təbii ki, qeyd eləmir anamnezdə. Bir öz təcrübənizə görə müşahidə eləsəniz daha yaxşı olar. Sonuncu 2 slaydımız qalıb, hamiləlikdir. Birinci, axırıncılardan. Hamiləlik dövründə 3 dənə bildiyimiz kimi faza var. Birinci, ikinci, üçüncü trimenon. Birinci trimenon, yəni ilk 3 ay risk qrupuna aiddir, amma aşağı risk qrupuna və orada təcili müalicələri eləmək olar. Terapiyadır, yəni nə bilim, dolgu qoymaq istəyir, plomb qoymaq istəyir və yaxud da dişlərini qapaq qoydurmaq istəyir, vinil, estetik bir şey eləmək istəyir. Bunlar məsləhət görülmür, ancaq təcili müalicə. İkinci trimenon ən əlverişli trimenondur. Yəni 3 ayından 6 ayına qədər analarımızın, xanımlarımızın o dövrdə bütün müalicələri eləmək olar. Yəni estetikadan tutmuş, abses olsun və bütün hər şeyi eləyə bilərsiniz. Sadəcə olaraq əgər xəstəyə güclü antibiotik yazılacaqsa, yəni buna fikir vermək lazımdır. Tetrasikilin qrupu, hətta deyəsən Azərbaycanda da artıq verilmir. Səhv edirəmsə mənə düzəldərsiniz. Sonra burada verilmir tetrasikilin qrupu, antimiotik, ancaq penisilin qrupası verilir və penisilin allergiyası varsa klindamicin qrupası verilir. Bunu qadın həkimindən məsləhətləşmək yaxşı olar. Üçüncü trimenon ən böyük risk dövrüdür. Burada xəstələr ancaq və ancaq çox təcili müalicələrdə, yəni ki, abses hallarında müalicə olmalıdır və xəstəni çox qısa bir zamanda həm konsultasiyası, həm xəstə belə deyim də 5 dəqiqə gəlib çıxmalıdır otaqdan. Bel üzərində oturmaq, uzanmaq 3-cü trimenonda uzun müddətli olmaz. Çünki dediyimiz vena cava kompressiyonu var. Həm sinirlər sıxılır, həm də ananın ağrıları çoxaldığına görə o dönəmlərdə onu yan tərəfdə bu şəkildə görsənən kimi ya sağ, ya sol tərəfdə, əslində sol tərəfdə yox, ürək sıxılmalarına görə sağ çiyin üzərində uzatmaq lazımdır. Adrenalinlə olan tərkibli keydicilərdən istifadə edilməsi məsləhət görülmür. Və dediyim kimi, qısa və stressiz müalicələr. Hamiləlik dövründə istifadə olunan ağrı kəsici sadəcə parasetamoldur. Baxmayaraq ki, protokollarda xəstənin ağrıları çox şiddətli olarsa, ibuprofen və tərkibli
dərmanlar verilməsi məsləhət görülür. Amma biz klinikalarımızda sadəcə parasetamoldan istifadə edirik. Onun dozasını qaldıraraq xəstəyə sadəcə bunu qəbul edilməsini məsləhət görürük. Antibiotik penisilin qrupu və yaxud allergiyası olduğunda klindamicin qrupu artıq süd verdiyi dövrdə, uşağı qidalandırdığı dövrdə isə parasetamol və ibuprofendən vermək olar. İbuprofen yəni heç bir problem yaratmır. Sadəcə olaraq maksimum 1600 mg. Yəni bu da belə deyim, ibuprofenin 400 mg-lığı var, 600-800-lük. 800-lük 2 dənə, 600-lük yenə də 2 dənə, 400-lükdən 4 dənə vermək olur. Antibiotik mümkündürsə həmin dövrdə qəbul eləməmək, təcili vəziyyətlərdə penisilin vermək lazımdır. Məsləhət görülür və əgər ana müşahidə eləyirsə ki, artıq uşaqda diareya başlayır, onda antibiotiki təbii ki, kəsmək lazımdır. Bu qədər. Diqqətinizə görə minnətdaram. İnşallah hər hansı bir məlumat verə bildim sizə. Ola bilər ki, bəzi sözləri mən söz tapıb, çünki bacardığım qədər mən evdə də övladlarımın ancaq Azərbaycan dilində danışıram. Maşallah Azərbaycan dilində yaxşı bilirlər. Amma mən özüm də gündəlik həyatda alman dilindən istifadə edədiyimə görə təəssüf ki, bəzən olur ki, fikirləşirəm ki, sözlərimi düzgün deyim. İnşallah ki, sizə heç bir narahatçılıq və narazıçılıq yaratmadım. Təşəkkür edirəm. Çox sağ olun doktor, minnətdarım. Çox sağ olun. Buyurun, buyurun. Mən də minnətdaram. Validə xanım, təşəkkür edirəm sizə. Çox sağ olun doktor. Əgər suallara cavab vermək vaxt varsa, sualları oxuya bilərəm. Bəli, bəli, buyurun. Mən problem yoxdur. İlk öncə bir sual var. Oral cərrahiyyə ixtisasının üstünlükləri və gələcəyi barədə məlumat verə bilərsiniz, zəhmət olmasa. Üstünlükləri demək biraz çətin olardı. Çünki hər hamının əgər stomatologiyadan danışırıqsa buna maraq olmalıdır. Həqiqətən də maraq olmalıdır. Çünki ağız cərrahiyyəsi sadəcə ağıl dişi çəkmək və yaxud da implant qoyub stomatoloqların, bütün kolleqaların pul qazanmaq deyil. Çünki başlayanda ağız cərrahiyyəsinə Azərbaycanda rezidenturada da yəqin ki görürsünüz Çingiz Rəhimov. Professor Çingiz Rəhimovun yanında da xərçəng xəstəlikləri olur. Hər hansı bir fibrozlar olur. Yəni bu sadəcə bunun belə müsbət tərəfi yox, həm də xoşa gəlməyən, yəni narazıçılıq, stres yaradan belə deyim tərəfi də var ağız cərrahiyyəsinin. Mənim də əsas universitet xəstəxanasından ayrılmağımın əsas səbəblərindən biri və baxmayaraq ki, mən orada dediyim kimi şöbə müdürü kimi işləyirdim. Sadəcə stresli olmasıdır və müəyyən bir dövrdən sonra streslə gündəlik işi sevirsən, amma hər gün xərçəng xəstə və bizim işimizdə elədir ki, təəssüf ki, göz amputasiyası, burun amputasiyası edirdik, çənəni amputasiyası edirdik. Xəstə, yəni normal insan üzündən tamamilə fərqlənirdi və boyun açıq olurdu. Bu stres məni artıq xərçəng xəstəliklərdən uzaqlaşmaq üçün səbəb oldu ki, mən universitet xəstəxanasına çıxım. Üstünlükləri, stomatologiyadan üstünlüyü, yenə deyirəm, maraqdır, Validə xanım. Onu mən üstünlüyünü deməzdim, amma gələcəkdə daha çox, məsəl üçün, Azərbaycanda hal-hazırda mən çox səmimi deyim, stomatologiya Azərbaycanda Almaniyadan bu terapevtik hissəsi qat-qat inkişaf edir. Yəni bunu məndən yox, bax, bizim burada 2 həftə boyunca Davud adlı Sucuyev deyəsən, Sucayev praktika keçdi. Sonra Nigar xanımın yanına keçdi. Keçənləri Lalə xanım gəlmişdi. Ondan əvvəl Nuranə xanım vardı, o gəlmişdi. Hamı bunu təsdiqləyə bilər ki, stomatologiya terapevtik şöbəsi və yaxud da estetikası Azərbaycanlılar Almaniyadan bəlkə bir 10 il qabaqdadır. Amma cərrahiyyə hissəsi də belə deyim də yavaşlamalar var, amma get-gedə də inkişaf eləyir və gələcəkdə mənə elə gəlir ki,
O baxımdan da çox yaxşı olacaq Azərbaycanda cənə cərrahiyəsi. Mən Azərbaycanda yəqin ki, Vüqar doktoru tanıyırsınız. Bəli, mən onun yanında praktikadaydım. Səndən salam deyərsiniz. Sonra Professor Çingiz Rəhimov, İsmail var. Yəni onlar hamısı bunu biz konfranslarda təsadüfən görüşlərimiz olur bəzən. Mən deyərdim ki, Azərbaycan həqiqətən də sırf mənim ixtisasımdan, yəni çənə cərrahiyəsindən gələcəyi çox yaxşıdır. Çünki kollegalar gəlirlər bura, çox şey öyrənirlər cərrahiyyədə, geri qayıdırlar. Bizim Azərbaycandan gələn kollegalar, məsələn, Nigar xanım, Azərbaycan, Türkiyə, Nigar xanım, yəqin ki, tanıyırsınız Nigar Əhmədbəyli, Ramiz Əhmədbəylinin övladıdır, qızıdır. O da Azərbaycan təhsili görüb və Türkiyə təhsili görüb. Burada elədiyi, biz bütün xəstələrimizi estetik baxımdan, mən hamısını onun yanına göndərirəm. Çünki Alman bunu eləyə bilmir. Mən çalışdım biraz geniş formada deyim. Mən sualınıza cavab verə bildim, yoxsa yox. Növbəti sual, Almaniyada oral cərrahiyyə üçün, rezidentura üçün nə etmək lazımdır? Almaniyada rezidentura 4 il davam edir ağız cərrahiyyəsi üzrə. Yəni bunu artıq çox kollegalarımız bilir. Bildiyimiz kimi FSP, sonra 2 il paragraf 13 ilə işləyirik, Beruf-Erlaubnislə, sonra da aprobasyonu alandan sonra hər hansısa bir universitet xəstəxanasına və yaxud da ki, bu uzmanlığı yerinə yetirən klinikalara müraciət etmək lazımdır. Mən 4 ildir bunun üzərində çalışırdım. Bizə bu ilin may ayından artıq rezidenturanı eləmək üçün, həkim yetişdirmək üçün icazə verildi Təhsil Nazirliyindən. Yəni biz artıq rezidentlər yetişdirə bilirik bizim xəstəxanada. 4 ilin 3 ilini. 1 ilin ambulator xəstəxanada olmalıdır, yəni universitet xəstəxanasında olmalıdır. Birinci növbədə aprobasyonu alandan sonra ya dediyim kimi xəstəxana tapmaq lazımdır, ya da bizi kimi ambulator xəstəxanalar və yaxud da klinikalar tapmaq lazımdır ki, hansıları bu uzmanlar yetişdirirlər. Ora Bewerbung göndəririk, yəni CV göndəririk ki, sizi işə götürsünlər. Yerləri varsa işə götürürlər və sonra da işə başlayırsınız. 4 il davam edir. 3 il dediyim kimi, məsələn, bizim misalımızda deyək, bizdə davam edir. 1 ilini də biz yönləndiririk hər hansısa bir xəstəxanaya, orada gedir və ondan sonra da bitir. Növbəti sual, hansı xəstəxanalarda və ya şəhərlərdə iş tapmaq daha rahatdır? Çox çətin sualdır əslində. Əgər normal stomatologiya üzrə istəyirsinizsə, məsələn, Niedersachsen torpağında, Aşağı Saksoniyada iş tapmaq daha asandır, amma imtahan biraz çətin keçir. Berlin əyalətində mən işlədiyimə görə hətta imtahansız aprobasyon alanlar da var, amma iş tapmaq daha çətindir. Periferiyə getdikcə, megapolislərdən, yəni Frankfurtdan, Münchendən uzaqlaşdıqca iş tapılması daha asan olur, belə deyim. Yəni ki, tutalım, hətta Hannoverdə, Niedersachsen paytaxtı Hannover şəhəridir, orada iş tapmaq biraz çətin olsa da, məsələn, Lehrte olsun, ətrafında Garbsen olsun və yaxud da başqa-başqa balaca periferik qəsəbələrdə iş tapmaq daha asandır. Bütün kollegalara məsləhət görərəm ki, bilirəm, hamı böyük şəhər istəyir, hamı istəyir ki, yaxşı bir megapolisdə yaşasın. Ora həmişə köçmək olar. Məsləhətim olar ki, birinci periferiyadan başlansın. Növbəti sual, Almaniyada, yəni Almaniya seçməkdə peşmançılığınız var, yoxsa məmnunsunuz? Bir şey yazılır. Yox, peşman deyiləm, belə deyim. Amma bəzi nüanslar var ki, insan doğrudan geriyə qayıtmaq istəyir. Amma bizim təbii ki, geri qayıtmamız artıq mümkün deyil. Çünki, nə belə deyim, oturmuşuq, 3 dənə klinika var, onları. Amma ailə vəziyyətləri və yaxud da ki, əyləncə deyim, rahatlıq mı deyim, o baxımdan bəzən fikirləşsən ki, görəsən orada qalsaydım, Azərbaycanda qalsaydım nə olardı? Və yaxud da ki, bizim çox böyük şansımız oldu bitirəndən sonra geri qayıtmağa, geri qayıtsaydım necə olardı? Sadəcə olaraq mənim
privat, yəni özəl səbəblərimdən dolayı ailə qurdum artıq burada və bura bağlandım, belə deyim. Ona görə mən əslində uzmanlığa gələndə dövlət proqramı ilə mütləq şəkildə geri qayıtmaq istəyirdim. Yoldaşım da həmçinin, amma elə oldu ki, yəni qaldıq. Peşman deyiləm. Soruşsaz ki, təzədən planlaya bilsən necə eləyərdin? Gəlib burada eləyib geri qayıdardım. Çünki tam səmimi deyim, biraz belə bəlkə absurd səslənə bilər, amma həqiqətən də Azərbaycanda biz kənardan biraz başqa cür görsənir bəlkə. Amma Almaniyada hal-hazırda o böyük belə deyim, tip sistemində böyük dəyişikliklər olacaq və Azərbaycan isə əksinə artıq inkişafa doğru gedir. Nə qədər neçə müddət bu davam edəcək deyə bilmərəm. Amma belə deyim də, yenidən belə bir şans verilsəydi, bura gəlib təhsilimi bitirib, təcrübəmi bitirib geri qayıdardım. Amma yenə də ailə şərtləri, belə deyim də, önəm daşıyır. Növbəti qeyd olunan sual mövzu ilə bağlıdır. Ağız daxili şişlərin cərrahi müalicəsində istifadə olunan üsullar hansılardır və bu müalicə prosesinin mərhələləri necə irəliləyir? Çənə sümüyü itkisi olan xəstələrdə sümük transplantasiyası necə aparılır və bərpa proseduru necədir? Ağız şişləri xəstəliklərinin birinci növbədə prosedur belədir ki, xəstə diş həkimindən və yaxud da ki, sahə həkimindən bizə göndərilir və əgər klinik olaraq müşahidə olunduğunda limfa düyünlərini palpasiya eləyirik və xəstənin anamnez toplayaraq vəziyyətini soruşuruq, ümumi halını soruşuruq. İlk növbədə biopsiya olunur. Əgər dəyişiklik, ağız boşluğunda olan dəyişiklik şübhələniriksə, bu artıq bərxəstəli bir platin epitel karsinoma ola bilər məsəl üçün. Onda birinci növbədə biopsiya olunur və biopsiya nəticəsi gələnə qədər gözləmək lazımdır. Biopsiya nəticəsi gəldikdən sonra biz ambulator xəstəxanada xəstələr 24 saat intensivdə qalması şərt olduğuna görə biz artıq onu xəstəxanaya göndəririk. Orada panendoskopiya görülür. Panendoskopiya nədir? Endoskop vasitəsilə xəstənin həm burun-boğaz həkimləri, həm də üst çənə cərrahları, ağız çənə cərrahları bir yerdə xəstənin daxili orqanlarına girib, ağciyərində, limfa düyünlərində, boğazda və yaxud da dilin kökündə, qırtlaq nahiyəsində hər hansı bir dəyişikliklər olub-olmadığını müşahidə edirik. Bununla paraleldə xəstədə CT və yaxud da MRT görülür. Əgər limfa düyünlərinə düşməyibsə və sadəcə lokaldırsa, onda həmin hissə eksizyon olunur, yəni tamamilə götürülür. 1 santimetr əminlik hissəsi ilə, yəni sağlam toxumadan da 1 millimetr əlavə götürülür. Yox, əgər limfa düyünlərinə keçibsə və daha da infiltrasiya olubsa xərçəng, o zaman təəssüf ki, amputasiyalara gətirib çıxardır. Limfa düyünləri çıxır, bəzən dil amputasiya olur, bəzən çənə tamamilə amputasiya olunur. Amputasiya olunandan sonra xəstələr yenidən bərpası ilk növbədə yumşaq toxumanın bərpasıdır. Bunu neck dissection deyirik. Boyun nahiyəsindən dəri götürərək onu ora transplantasiya olunur. Bəzən bel nahiyədən və yaxud da qarın nahiyədən də götürülür transplantatlar. Və 5 il boyunca müşahidə altında tutulur. Yəni, xəstə 5 il tamamilə xərçəngdən azad olmalıdır. Yəni, metastazı ya həmin hissədə residiv heç nə olmamalıdır. O 5 ildən sonra artıq çənə amputasiya olunubsa, ora ya fibuladan, yəni ayaq nahiyəsindən, ya qasıq nahiyəsindən, ədəbiyyatlarda qabırğadan da götürüldüyü yazılır, amma mən qabırğadan tam səmimi deyim, mən görməmişəm, heç bir öz təcrübəmdə də eləməmişəm. Qasıq və dediyim kimi fibuladan, ayaqdan sümük götürələr transplantasiya olunur, damarlarla bir yerdə və gözlənilir ki, tutacaq o augmentat yoxsa tutmayacaq, tutandan sonra təbii ki, bildiyimiz kimi implantlarla bütün dişlər yenidən bərpa olunur. Daha sonra yazılıb ki, oral cərrahiyə, yəni bu ixtisasa implantologiya daxildirmi, yoxsa onun üçün ayrı bir təhsil almalıyıq mı? Oral cərrahiyə, necə üzr istəyirəm? İmplantologiya oral cərrahiyə sahəsinə daxildirmi, yoxsa sırf implantologiya üçün xüsusi bir təhsil almalıyıq mı?
İmplantologiya böyük bir mark olduğuna görə burada stomatoloqlar da implantı qoyurlar. Onun üçün hər hansı bir e, belə deyim də bir ixtisas artırma eləyə bilərsiniz təbii ki, amma şərt deyil. Burada kurikulumlar eləyirlər çox kolleqalarımız. E, Deyəsən 3 həftə sürür ya 4 həftə sürür, onu eləyə bilərsiniz. Və yaxud da ki e, kurslar var. Məsələn, Master of Science mən də eləmişəm onu Avstriyada 3 illik sürən kurslar var. Ağız cərrahiyyəsində eləyəndə artıq siz implantoloq sayılırsınız. Çünki belə deyim də ağız çənə cərrahiyyəsinin uzmanlığı bu dediyim kurslardan və yaxud da ki hər hansı bir seminarlardan daha üstündür. Onun üçün əlavə bir nəsə oxumağınıza ehtiyac yoxdur. Amma belə tam səmimi deyim, baş həkimdən çox şey asılıdır. Kimin yanındakı assistent eləyəcəksiniz. Mən tam səmimi deyim, mən 4 illik təcrübəmdən, hətta mən şöbə müdiri kimi işləyəndə universitet xəstəxanasında mənə nə implant qoymağa qoydular, nə implant xəstəsinə yaxınlaşmağa qoydular. Çünki baş həkim özü eləyir onları və baş həkim oradan faiz alır. Yəni ki, yenə deyirəm, maliyyə çıxımdan ona görə mən belə deyim də uzmanlıq dövründə implantologiya ilə əlaqəli heç nə görmədim. Sırf ondan sonra kurslarda və yaxud da özəl xəstəxanada işlədiyim dövrlərdə öyrəndim. Növbəti sual, salam, mən Türkiyədə plastik cərrahi uzmanı olaraq işləyirəm. Burada ortoqnatik əməliyyatlar plastik cərrahiyyənin sahəsinə aiddir. Bəs bu əməliyyatlarla bağlı Almaniyada vəziyyət necədir? Orada plastik və yaxud da ki, oral cərrahlar da ortoqnatik əməliyyatlar həyata keçirə bilərlərmi? Oral Bəli. cərrahiyyənin daxil olan əməliyyatları öyrənmək istəyir. Ağız cərrahları da, ağız və çənə cərrahları da və ağız və çənə üz cərrahları da ortoqnatik əməliyyatları eləyirlər. Hamı bunu eləyir, disknati əməliyyatlarını. Burada plastik cərrahlar onları eləmirlər. Eləyə bilərlər, amma eləmirlər. Çünki birinci növbədə, məsələn, bu qardaşı da, yəqin ki, o diş həkimindən bir yerdə işləyər. Çünki stomatologiyada birinci növbədə o disknati əməliyyatı çənənin formasını dəyişməklə deyil də təkcə ibarət. Ən birincisi bizdə okluziyadır. Yəni ki, dişlərin okluzyon bir-birinin üzərinə düşməsi. Mən fikirləşirəm ki, əgər plastik cərrahı bir stomatoloqla bir yerdə bütün işi görürsə, ortodontla bir yerdə bütün bu işi görürsə, təbii ki, çox uğurlu bir nəticə görünə bilər. Amma buradakı plastik cərrahları eləmirlər onu, tam səmimi deyim. Çünki sırf diş həkimləri də plastik cərrahi ilə bir yerdə işləmək istəmir. Çünki o okluziyadan xəbəri olmur, yəni buradakıların ən azından. Və ona görə də deyir ki, yəni mən, məsələn, təsəvvür edin ki, stomatoloq deyir ki, 6-cı dişlər bir-birinin üzərinə birinci klassından oturmalıdır. Plastik cərrah bunu oxumayıb axı. Plastik cərrah plastikanı oxuyub. O çənəni təbii ki, sındırıb, öz disknati əməliyyatını eləyə bilər. Amma okluziyanı kim otuzduracaq? Və təsəvvür edin ki, daha doğrusu, ortopedik, ortodont terapiya eləyib, breketlər ağızdadır və sizə model verib ki, bəs bu belə-belə oturmalıdır üstünə. Və okluziyanı bilməyən adam, tutalım ki, 2 gün əvvəl breketin biri çıxıb diş rotasiya eləyib. Yəni, orada artıq okluziyanı bilməlisən ki, onun üst-üstə düşürləsən. Burada eləmirlər. Amma mən bilirəm ki, Türkiyədə çox kolleqalar, hətta Azərbaycanda da Vaqif Qələndərli deyəsən soy ismi. Bilmirəm, işləyir hələ də yoxsa yox. O da eləyirdi vaxtı ikən plastik ortoqnatik əməliyyatlar. O da plastik cərrahıdır, amma disknati əməliyyatlar eləyirdi. Burada eləmirlər. Burada ancaq ağız və çənə cərrahları, yəni biz eləyirik. Növbəti sual budur ki, mən fərqini öyrənmək istəyirəm. Ağız və üz çənə cərrahiyyəsi ilə ağız çənə cərrahiyyəsinin Almaniyada, yəni Ağız və çənə cərrahlığı, yəni oral xirurgiya, mənim elədiyim, stomatologiyanı bitirəndən sonra 4 illik sürən uzmanlıqdır. Digəri isə Almaniyada tibbi də oxumaq lazımdır. Stomatologiyadan əlavə tibbi də oxumaq lazımdır və o da 6 il sürür. Universitet xəstəxanasında fərqiniz nədir? Universitet xəstəxanasında, belə deyim də, ağız nahiyəsində karsinoma var
onu ağız içəri cərrahi çıxardır. Amma bu nectar section əməliyyatı var, dəri transplantasiyası və yaxud da fibuladan və yaxud da qabırğadan, qasıqdan sümüyü çıxardan üst çənə olur, birləşdirən ağız çənə cərrahı olur. Yəni, özəl klinikalarda, belə deyək, bilmirəm, bir çox kolleqamız bəlkə də Alman dilində praksis deyirlər. Yəni ki, bu özəl klinikalarda üst çənə cərrahı ilə ağız çənə cərrahının gördüyü iş hamısı eynidir. Heç bir fərqi yoxdur. Sırf universitet xəstəxanasında fərqlidir. Yəni, o da implantasiya görür, biz də görürük, ağıl dişidir, rezeksiyalardır, kistektomiyadır, çənə sınığıdır, disk nati əməliyyatlardır. Yəni, bildiyiniz ağız çənə cərrahları nə görürsə, üst çənə cərrahları da eyni şeyi özəl xəstəxanalarda görür. Amma universitetdə biraz başqadır. Universitetdə onu mən deməliyəm ki, orada böyük karsinom əməliyyatlarını, nectar section'dır, fibula transplantlardır, onların hamısını üst çənə cərrahları edir. Və qeyd olunan son sual, xəstədə ağıl dişi hələ tamamilə damağa gömülüdür, amma dəhşət ağrı verir. Bu zaman oral cərrahiyə ehtiyacı varmı, yoxsa terapevt bunu həll edə bilərmi? Orada kliniki baxış lazımdır. Yəni, dişlərin o ağıl dişi hansı formada retensiyadadır? Yəni, düz qalıbsa, çıxmaq ehtimalı varmı? Və artıq mandibulanı həll edib, yəni sümüyüdə kista əmələ, folikulyar kista əmələ gətirməyə başlayıbmı? Yoxsa öndəki 7-ci dişi sıxırmı? Orada karies əmələ gəlmə ehtimalı varmı? Horizontal mı uzanıb? Bütün bu kliniki və radioloji baxışlardan sonra demək olar ki, cərrahi bir müalicə lazımdır, yoxsa sadəcə gözləmək lazımdır. Əgər horizontal uzanıbsa və yaxud da ki, impaktirdir, yəni həm qabaqdakı dişi zərər gətirir, belə deyək də 45 dərəcə bucaq altında durub və yaxud da sümüyü artıq ərinməyə başlayıbsa, onda çəkilməsi təbii ki, artıq indikasiyadır, şərtdir. Yox, düz formadadırsa və sümüyün içərisində qalıb, heç bir zərər gətirmirsə, gözləmək olar. Amma mən təcrübəmə görə deyim ki, düz çıxıb dişlər hamısı eyni formada qalan mən indiyə kimi görməmişəm. Ağıl dişi çıxırsa, ön tərəfdəki dişlərdə ən azı aşağıdakı dişlərdə müəyyən qədər rotasiyalar olur. Yəni, estetik baxımından dəyişiklik müşahidə olunur. Qeyd olunan yazılı suallar bu qədər idi. Çox sağ olun cavabladığınız üçün. Əgər canlı kimsə sualı varsa, buyursun. Sonra bitirək. Bir neçə sualım olacaqdı. Əgər vaxtınız varsa soruşa bilərəm. Buyurun, Sobi. Birincisi soruşmaq istəyirdim. Bəlkə mən gözdən qaçırmışam. Parkinson xəstəliyi haqqında epilepsiya vaxtı müəyyən sözlər sərf etdiniz. Amma o vaxt edəcəyimiz konsultasiya haqqında eşitmədim mən. Bəlkə mən qaçırmışam. Yox, qaçırmamışsınız, düz deyirsiniz. O Parkinson xəstəliyi haqqında qeyd eləmədim. Əslində, bax, bunu qeyd eləmək lazım idi. Parkinson xəstələrində, Vüsal bəy, onlar çox yaxşı, onlar dərmanlar qəbul edirlər və o dərmanlar xəstələrdə artıq, məsələn, xəstə gəldi, sizin yanınıza oturdu, o deməsə sizə ki, məndə Parkinson var, siz onu heç bilməyəcəksiniz, hiss eləməyəcəksiniz, bilməyəcəksiniz. Almaniyada o xəstələr xüsusi dərmanlar qəbul edirlər ki, və o xəstələrdə heç bir, belə deyim də, kliniki göstəricilər olmur. Yəni, belə deyim də, siz dişində hər hansı bir terapevtik və ya cərrahi bir əməliyyat görəndə əsmə falan heç nə olmur. Əgər varsa, o xəstələrdə preoperativ yaxşı olaraq ki, benzodiazepin qrupu ilə müalicə eləmək lazımdır. Yəni, əzələ tonusu burada da funksiyasını dəyişdiyinə görə siz o midazolam qrupu ilə, yəni benzodiazepin qrupu ilə xəstəni belə deyim də rahatlaşdırıb mərkəzi sistemi cüzi də olsa blokada eləyib öz işinizi görə bilərsiniz. Amma çox hallarda, yəni belə deyim də Almaniyada həqiqətən mən indiyə kimi təcrübəmdə Parkinson xəstəsinin əsdiyini burada görməmişəm. Əgər o xəstə əsirsə və heç bir qəbul eləmirsə dərman artıq yəqin özünə laqeyddir də, belə deyim. Yəni, həkimə getmirsə, müalicə olunursa və yaxud da ki, təbii ki, biraz maddi vəziyyət də bunu təsir göstərə bilər. Ola bilər ki, dərmanların bahalığından və yaxud da hər hansı başqa belə bir səbəblərdən. Amma o xəstələrdə
benzodiazepin qrupu istifadə etməklə siz onları rahatlıqla müalicə edə bilərsiniz. Çox təşəkkürlər. Bir də Buyurun. mənə maraqlı gələn bir şey vardı. Siz xəstəliklərdən danışanda sormaq istedim ki, orada minimal invaziv terapiyadan istifadə edirsiniz. Hansında bir də təkrarlayardı sual olsa. Baş boyun nahiyələrində olan xərçənglərdə, şişlərdə minimal invaziv terapiyadan istifadə edirlər, bilirsiniz herhalde. Və ya Yox, təəssüf ki, yox. Radikal. Əgər xəstənin nəfəs yolları tutulubsa və o qədər xəstə özünə bir laqeyd olub ki, heç getməyib həkimə və şiş o qədərdir ki, artıq nəfəs yolları tutulub və biz baxırıq ki, tomoqrafiyada görürük, bu xəstənin artıq yəni cərrahi yolla müalicəsi mümkün deyil. Onda kimyoterapiyası və şua terapiyası verilir. Kimyoterapiyası ancaq metastaz hallarında verilir. Əsas şua terapiyası minimal invaziv radikal, ancaq radikal həmin hissəni kəsib götürülməklə, hətta balaca bir dəyişiklik olduğunda belə, bilmirəm, yəqin ki, kitablarda oxumusunuz, leykoplakiya və yaxud da likin ruboplanus. Bunlar prekanseroz xəstəliklərdir, hansı ki, çox sadə də ağızda soyulmayan ağ formada belə hörümçək toruna bənzər dəyişikliklərdir. Onları müşahidə altında saxlamasın, onlar hamısı platin epitel karsinomaya çevrilir. İlk mərhələdə belə biz onu radikal götürürük. Yəni minimal invaziv eləmirik. çox təşəkkürlər. Buyurun. Bir də maraqlı gəlir ki, praktikanızda kolaps hallarıyla çox rastlaşırsınız. Gündəlik, yəni müalicələrdə, terapiyalarda Ümumiyyətlə maraqlı gəlir. bəli, bəli. Yəni kolaps halları belə deyim də, xəstənin Vüsal bəy stresindən asılıdır. Yəni bax mən sizə deyim ki, gündəlik heç olmasa bir nəfər, iki nəfər kolaps olur. Sonra elə olub ki, hətta rentgen otağında özündən gedib başını divara vuranlar da olur. Və o bir dəfə o başımıza gələndən sonra biz artıq rentgen otağında belə yumşaq bir Azərbaycan da bilməyəcəm, maçalka elə bir şey üzlük taxmışıq ki, onu xəstə dəyəndə kolaps olanda başını zədələməsin. Bir də ki, bu sizə lap başda onu eşitdiniz yoxsa yox, Vüsal bəy. Mən çalışıram ki, biz 2 oturumda eləyik. Xəstə risk qrupudur və yaxud da risk qrupu deyil, dəxli yoxdur. Biz 2 oturumda eləyək xəstənin müalicəsini. Yəni, birinci gəlir konsultasiya, danışır. Adi bir diş çəkimi olur. Bu sizə bəlkə də biraz absurd görsənə bilər, amma məsələn, bilmirəm, Davudu tanıyırsınız şəxsən yoxsa yox? Davud Yəni, Davud şəxsən tanıyıram, dostumdur. Ayso. Yəni Davud buradaydı bu keçən həftə, ona görə mən onun adını tez-tez deyirəm. Ona məsələn soruşa bilərsiniz. Adi diş çəkmək var ha. Adi diş çəkməyə bizə belə biz 2 dənə termin edirik. Birinci gəlir, başa salıram ki, bax belədir, dişi çəkəcək və xəstənin qanundan 24 saat düşünmə icazəsi var. Yəni xəstə deyə bilər ki, mən istəmirəm çəkəsən və növbəti termini, əməliyyat gününü və yaxud diş çəkim gününü deyə bilər ki, mən istəmirəm. Ona görə biz həmişə 2 dəfə edirik, 2 yerə bölürük və xəstələrdə daha az stres olur və təcrübə də göstərir ki, kolaps olma da riski daha azdır. Amma kolaps belə deyim də, burada belə bir deyil. Yəni, qorxulası bir şey deyil. Sadəcə dediyim o xəstənin ilk tibbi yardımı göstərmək lazımdır və s. Çox sağ olun. Son sualım da budur ki, əslində bu epilepsiyanın daxilində olur çox vaxt. Amma maraqlı gəlir ki, yəni bruksizm hallarında nə edirsiniz? Bruksismus? Bruksizm. Hə, bruksizm. Evet. Bruksismus. Yəni xəstə normalda bruksizm xəstələrini nəzərdə tutursunuz, yoxsa? Bəli, yəni konsultasiya uşaqlarda və böyüklərdə, yəni siz daha yaxşı bilərsiniz əlbəttə. Hə, biz bruksismus deyirik ona. Bruksizm xəstələrində əslində hardasa 60-cı, 70-ci illərdə Almaniyada cərrahi yolla müalicə olunurdu. Preaurikulyar səhiyyə buradan kəsilirdi. Gicgah çənə oynağındakı o başçıq var ya, aşağı çənənin kolun. Onu yonub, əgər atrofiya olubsa, yonub oval formaya gətirib və öz yerinə otuzdurulub.
Müəyyən nəticələrdən sonra, əməliyyatlardan sonra görsəndi ki, 5-6 ildən sonra təzədən bruksizm gəldi və onu eləmədilər. Çünki bruksizmin əsas səbəblərindən biri stressdir. Bu qarnında qurd var deyirlər Azərbaycanda, o deyil. Bruksizmin səbəbi stressdir. Və şina terapiyası Azərbaycanda istifadə olunan, fizioterapiya bu Azərbaycanda istifadə olunmur. Çox xeyir olan bir şeydir. Masaj olunur, isti bir preparatlarla, həm daxildən, həm xaricdən. Bir də ki, botoks terapiyası uyğulanır. Bunu da Doktor edirlər. bəli, massetaya vururuq botoksu. Bir də hyalurin var. Mən onu özüm eləmirəm. Bizim burada Azərbaycanlı Gülşən xanım var. Gülşən Əhmədli, plastik cərrah cərrahı. Bizim də, deyəsən o da webinar eləmişdi. Bizim çox yaxın ailəvi dostumuz. O Gülşən xanım ayda bir dəfə gəlir o xəstələrə ciddiyyət çənə oynağını, birbaşa oynağın içərisine hyalurin vurur. Lazım olanda da botoksu da oynayır. Hyalurinin əsas funksiyası botoksu neyir? Əzələnin relaksasiyası. Hyalurin isə elə birinci yağlayır da oranı, belə deyim. Və amma ki, bunlar hamısı təbii ki, müəyyən dövr, 3-6 ay sürür də, ondan sonra xəstə yenə də şikayətlərini başlayır. Ancaq konservativ yollarla, cərrahi yollarla artıq Almaniyada bu bruksizm xəstələri müalicə olunur. Bir də sual soruşmalar indi ağlıma gəldi. Bir tanışım da ağıl dişləri çıxmağa başlayıb yavaş-yavaş, amma çıxmayıb, yerinə qalıb. Rentgende düz oldu görünür. Hələ də çıxmır. O məndən soruşmuşdu ki, burada nə etmək lazımdır? Mən də bilməmişdim. Maral gəlir. Neçə yaşı var? 21-22 yaş var, yəni böyükdür. Onlar artıq çıxmırsa, yəni gözləmək də olar təbii ki, müəyyən bir dövrdən sonra yəni çıxa bilər. Hətta mən elə görmüşəm ki, xəstələr 60-65-dən sonra çıxıb. Qabaqda hər hansısa bir dişi çəkiblər. Məsəl üçün 4-cü və yaxud da 5-ci dişi premolarları. Yer olduğuna görə dişlər elongasiya ediblər qabağa doğru və yaxud da yerlərini dəyişiblər. Ağıl dişləri çıxıb. Yəni mən o qədər gözləməyini məsləhət görməzdim. Cərrahi rentgen eləyib baxmaq lazımdır. Əgər 20-22-də çıxmayıbsa artıq indikasiya çəkilməyədir. Yoxsa çıxanda bütün dişləri yerindən oynadacaq. Ortodontik müalicə görürdü. 2 il əvvəl həmin müalicə vaxt yoxlayıblar. Onda göründə düz çıxır, kökü var. Amma çıxmayıb həmin müddətdə. Çıxmayıbsa, öz ortodontik müalicə eləyibsə, bütün dişləri, yəni ən aşağısı, aşağıdakı dişləri əyəcək. Yəni məsləhətdir ki, çəkilsin. Çox sağ olun. Buyurun. Çox sağ olun doktor. Çox maraqlı və faydalı webinar oldu. Təklifinizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm. Mən də təşəkkür edirəm Validə xanım, bizə bu şansı verdiyinizə görə minnətdaram. Digər mövzuda da mən çalışaram. Biraz bu illəri bizim çətinliklərimiz var bu 3-cü klinikanla bağlı. Gəlir Alman dilində də, hətta Alman yoldaşları da, tələbələr var bizə gəlirlər hal-hazırda. Mən bugün işdə olmamışam. Gördüm ki, 2 nəfər tələbə məsəl üçün var. Onları deyib reklam yox, bir poster yazıb universitet xəstəxanasına mən gedirəm arada bir. Əvvəlki kimi daha getmirəm. Orada yapışdırıb əldə orada eləmək olar ki, almanlar da olsunlar belə deyim də. 2 tələbə Alman tələbələri və Azərbaycanlı tələbələr, amma təbii ki, Alman dilində olsun bütün webinar. Çox yaxşı fikirdir. Səbirsizliklə gözləyirik. Çox sağ olun bir daha. Minnətdaram. Gecəniz xeyrə qalsın. Minnətdaram bir daha. Çox maraqlıydı. Sağ olun. Sağ olun. Sağ olun.